Salam, hər vaxt xeyir. Bugün mən sizə virtual məktəbdən qeydiyyatdan keçmək üçün nə etmək lazım olduğunu sizə göstərəcəm. Çox qısa və asan. Bunun üçün ilk növbədə Google axtarış yerinə daxil oluruq. Google axtarış yerinə daxil olan zaman burada axtarış yerində virtual məktəb sözünə daxil oluruq və yaxud da virtual məktəb sözünü özünüz yaza bilərsiniz. Mən daha öncə yazdığım üçün məndə çıxdı. Virtual məktəbə daxil oluruq. Burada qarşımıza çıxan ilk linkə daxil oluruq virtual məktəb yerinə. Budur, daxil olduq. Daxil olduğu zaman ilk növbədə bəzən çox vaxt bura girirlər. Bura girməkdən ilk növbədə əvvəl biz uşağın UTIS kodunu və parol bilməliyik. UTIS kodunu bəzən valideyn yaddan çıxara bilər, məktəbdən ala bilər və yaxud da şagirdin rəqəmsal sistemdə qeydiyyatı zamanı orada da qeyd olunur. Yəni, bu haradadır? Həmin virtual məktəbə daxil olan zaman ekranı yuxarı sürüşdürdük. Aşağıda şagird qeydiyyat deyilən bir yer var. Şagird qeydiyyatının üzərindən sıxırıq. Burada keçid et düyməsinin üzərindən sıxırıq. Sistem bizi rəqəmsal məktəb platformasına yükləyəcək. Yəni, yönləndirəcək. Biz burada daha öncə qeydiyyatdan keçdiyimiz üçün uşaqların bütün informasiyası burada qeyd olunur. Biz burada şagird qeydini yox, sağa sürüşdürüb valideyn qeydiyyatını qeyd etməliyik. Valideyn sözünün üzərindən sıxırıq. Sistem bizi növbəti səhifəyə yönləndirir. Burada sağ tərəfdə yuxarıda 3 xətt deyilən bir yer var. Görsənir burada, qırmızı işarə edirəm. Onun üzərinə sıxırıq. Yeni səhifə açılır. Açılan səhifədə burada aşağı hissədə valideyn övlad üçün şifrəni təyin et sözü var. Baxın, burada görürsünüz, övlad üçün şifrəni təyin et. Bunun üzərinə sıxır. Yeni səhifəyə yönləndirir. Burada uşağın UTIS kodu göstərilir. Onu da qeyd edim ki, yeni şifrəni qeyd eləmək üçün aşağıda olan yerdə həmin şifrəni təkrar yazmalısınız. Şifrə ən azı bir böyük hərf olmalıdır. Ən azı bir rəqəm olmalıdır. Minimum 12 hərfdir və yaxud da ki, 12 rəqəmdən ibarət olmalıdır. Amma ən azından bir hərf, bir rəqəm olmalıdır. Hərf də ki, böyük hərflə olmalıdır, bir hərfi. Və sonda ət işarəsi qoymağı yaddan çıxartmayın ki, bəzən ət işarəsi qoymayan zaman yeni şifrə təyin olmaqda biraz çətin çəkir. Yeni də qeyd edim. Minimum 12 hərfdən olmalıdır. Sonda ət işarəsi olmasa daha yaxşı olar. Hərflərdən biri böyük hərflə olmalıdır. Minimum bir rəqəm olmalıdır. 12 rəqəmin içində, 12 hərfli şifrənin içində. Yəni, bilmirəm, başa sala bildim. Yəni, belə deyək də, misal üçün, mən uşağıma şifrə qoyuram. Misal üçün, Aynur Nəbiyeva 2000-ci il, yəni Aynur Nəbiyeva 2000 və sonunda bir dənə ət işarəsi qoyuram. Şifrə daha əlverişli olur və daha tez qeydiyyatdan keçir. Həmin şifrəni aşağıda təkrarlayıram, burada təkrar düyməsini sıxıram, təkrarladım və sonra təsdiq et düyməsini sıxıram, şifrə təsdiqlənir. Burada yazdığınız şifrələri sağ tərəfdə bu göz olan yerə vursunuz, yazdığınız şifrə görsənəcək, ekranı çəkərsiz, siz üçün daha rahat olsun deyə. Deyək ki, bunu yazdığınız şifrəni təsdiq elədiniz, ekranı screenshot elədiniz, çəkdiniz, qaydırıq biz hara? Biz buradan çıxırıq. Mən daha öncə bunların qeydiyyatını elədiyim üçün oradan çıxıram, yenidən başdan başlayıram. Daha demək olar ki, siz də bunu qeydiyyat apardınız. Siz də qeydiyyat apardınız, şifrəni təyin elədiniz, UTIS kodu vasitəsilə yeni şifrə təyin elədiniz. Qaydırıq, yenidən başlayır. Virtual məktəb sistemine daxil oluruq. Yəni, Google axtarış sisteminə daxil oluruq. Axtarış yerinə virtual məktəb yazırıq. Açılan ilk linkə daxil oluruq. Virtual məktəb yazılan linkə daxil olduq. Burada virtual məktəbə daxil ol link açılacaq. Bunun üzərindən sıxırıq. Üzərinə sıxdıq. Microsoft Teams-i köçürtməyimiz bizdən tələb olunur. Burada indir sözünü basırıq. Yüklə sözünü basırıq. Və Microsoft Teams-in yüklənməyini gözləyirik. Ola bilsin ki, sistem yüklənmə çox olduğundan və yaxud da internet sürəti zəif olduğundan yüklənmə biraz prosesi uzun çəkə bilər. Gözləyək tam yüklənsin. Biraz gözləyək yüklənsin. Biraz vaxt çəkə bilər. Demək, biz bundan əvvəl daxil olduğumuz saytda, səhifədə nə əldə elətdik? Uşağın, şagirdin UTIS kodu
lazım olacaq bizə Microsoft Teams-ə daxil olmaq üçün və parol lazım olacaq. Onu da qeyd edeyim ki, Microsoft Teams-də uşağın UTIS kodunu yazan zaman sonunda @ student.edu.az yazmaq hökmən vacibdir. İndi hal-hazırda bu sistem açılsın, mən sizə göstərəcəm. Burada aç düyməsini sıxırıq. Və sistem bizi digər səhifəyə yönləndirir. Bu da Microsoft açıldı. Burada kullanmaya başlayın sözü var. Onun üzərinə sıxırıq. Sıxdıq və növbəti belə bir səhifə açıldı. Burada biz uşağın UTIS kodunu qeyd eləməliyik. Uşağın UTIS kodu, yenə deyirəm, bayaq biz screenshot dediyim yerdə həmin uşağın UTIS kodu var. Uşağın UTIS kodunu yazandan sonra sonunda student.edu.az qeyd etməyimiz xahiş olunur. Sistem bizi bu səhifəyə yönləndirdi. Mən burada uşağın UTIS kodunu yazdım. Onu da qeyd edeyim, UTIS kodunu yazandan sonra @student.edu.az yazmağınız xahiş olunur. Və demək olar ki, buranı yazdım. Burada sonraki düymənin üzərinə sıxıram. Bir neçə saniyə gözləyirəm. Sistem məni növbəti səhifəyə yönləndirəcək. Budur. Bayaq rəqəmsal platformada qeyd etdiyimiz, yəni yeni şifrələdiyimiz şifrəni bura qeyd edirik. Yeni yazdığımız şifrəni bura qeyd edirik. Hal-hazırda mən yazacağam. Və budur. Mən şifrəni yazdım. Və oturmaz düyməsinin üzərinə sıxırıq. Yəni burada göy düymənin üzərinə sıxırıq. Biraz gözləyirik. Yüklənmə çox olduğundan biraz vaxt çəkə bilər. Bir neçə saniyə. Və budur. Microsoft Teams açıldı. Burada sonraki düymənin üzərinə sıxırıq. Və yenidən sonraki düymənin üzərinə sıxırıq. Və yenidən anladın düyməsinin üzərinə sıxırıq. Və yenidən anladın düyməsinin üzərinə sıxırıq. Və budur, açıldı. Şagirdin məktəbi, sinifi, hansı sinifdə oxuduğu bu uygulama. Burada uygulamanı kullanırkən üzərinə sıxırıq və tamam düyməsi üzərinə sıxırıq və bu qədər açıldı. Burada aşağıda ekiplər olan yerin üzərinə sıxırıq. Sağ tərəfdə ayarlar düyməsinin üzərinə sıxırıq. Bu bizim şagirdin oxuduğu sinif və məktəbin nömrəsidir. Burada üyələrin üzərinə görüntülə düyməsini sıxırıq. Burada şagirdin müəllimləri çıxacaq. Sağ tərəfdə isə üyələr yazılan yerdə şagirdlərdir. Sol tərəfdə müəllimlər, sağ tərəfdə isə şagirdlərdir. Burada öz övladınızın adına baxa bilərsiniz və üzərinə vuraraq digər məlumatlar əldə edə bilərsiniz. Bu qədər. Çox sağ olun. Təşəkkürlər.